Lakin çox bugün mən bir dəqiqə özür istəyirəm və sizin bura hakimiyyətə gəlməyinizi razı deyiləm, bugün də deyiləm. Və sözümün canı var. Necə olur ki, siz Respublikada bütün ictimai siyasi qüvvələrin birliyindən danışarkən Prezident Elçibəy və AXC-ni kənara qoyursunuz və digərlərinin birləşdirilməsindən danışırsınız. İkincisi, məsələ bundan ibarətdir ki, sizin baş nazir irəli sürmək üçün hüquqlarınız olmalıdır. Həmin gün Konstitusiyanın 121.7 maddəsinə əsasən sizə səlahiyyətlər verilərkən həmin Konstitusiya pozulmuşdur. Konstitusiyanın maddəsinin həmin bəndində 3 komponent var, tərkib hissəsi. Birincisi, Prezidentin daha öz funksiyalarını, səlahiyyətlərini icra edə bilməməsi. Bunun üçün nə həkim rəyi var, onun xəstə olması barədə, nə istefa ərizəsi var, nə itkin düşməsi haqqında məhkəmə qərarı. Və hər bir an Prezident qayıdıb öz səlahiyyətlərini yerinə yetirməyə də davam edə bilər. Lakin mənə məlumdur ki, bugün də Prezidentin artıq Bakıya gəlməsinə mane olan qüvvələr var. İkincisi, həmin maddə məhz onu tələb eləyir ki, məhz ondan ötürüdür ki, Prezident öz səlahiyyətlərini icra edə bilmirsə, Prezident seçkiləri təyin olunur və məhz Prezident seçkilərinin müddəti 3 aydan bir gün də artıq ola bilməz. Yəni, siz bir gündə artıq onu əvəz edə bilməzsiniz funksiyaların, səlahiyyətlərin, qanunun mənasına görə. Göründüyünə kimi, nə Prezident seçkiləri haqqında təyin olunub, nə də ki, bu 3 ay möhlətdə işləməniz sizin vardır. 3 komponentin 3'ü də pozulmuşdur. Və ona görə də sizin bugün Prezidentin səlahiyyətlərini əvəz eləmək hüququnuz yoxdur. Belə vəziyyətdə Əbülfəz bəy hökmən geri qayıtmalıdır. Mən istəyirəm, Heydər bəy, məhz çıxış eləməyimə ən çox vadar edən sizin dediyiniz sözlər oldu. Siz çox görkəmli adam idiniz və adamsınız, nəhəngsiniz siyasətdə. Heç ola bilməzdi ki, imperiyanın dağılmasını siz bilməyəydiniz. Və məhz Qarbaçov imperiyanın dağılmağa xarici təsirinə başlayanda, siz imperiyanın dağılacağını bizdən çox-çox irəli görürdünüz. Və ona görə də Şevarnetzi kimi siz də artıq orada ittifaqda perspektiv olmayandan sonra mütləq Respublikaya gəlib və xalq hərəkatına nəzarət eləməyi təbii ki, öz təsiriniz altında saxlamaq istədiniz. Və buna görə də siz xalqın psixologiyasını yaxşı başa düşdüyünüzə görə 70 il ərzində Sovet dövlətinin bizə sinfi münasibətləri aşıladığına görə siz əvvəl Nemət Pənahov kimi fəhləni verdiniz, xalq hissəsində populyar olsun. Bir qədər sonra Etibar Məmmədov, bir qədər sonra Əbülfəz bəy və mənim sözümü kəsməyin. Bir vaxtı siz Mütəllibovun xeyr...